ibrət götürmək üçün əsasları var da. O qəbrəstanlığa və kəfa bilmaltı vaizə. Həzrət Peyğəmbər moizə axtarırıq. Moizədir ölüm. Ged qəbrəstanlığa, gör nə qədər başdaşı var orada. İndi məsələn, əksər başdaşların üstünə şəkillər yapışırsan, baxırsan, görürsən insanların orada camalı, surəti, ondan sonra yer yaraşığı, hamısı qalıb torpağın altında. Həzrəti Rəsulullah deyir ki, insan dünyada neçə şeyə fəxr edir. Birinin həsəb nəsəbdir. Mən filankəsin oğluyam, filan. Deyir, qiyamətdə Allah həsəbə bəlanəsin. Yaxşı. Bir insan surətinə fəxr edir, üzünə. Cəhənnəmə atanda deyir, insanın üzü üstə ataracaq. Cəhənnəm birinci insanın üzünü yandıracaq. Yaxşı. Sonra insan deyir, nitqinə ki, mən gör necə natiqəm, ona neyiniyər, fəxr edir. O da deyir, əl-yevmə nəxtum əla əfvahihim və tükəllimuna əydihim və təşhədu ərculuhum bimə kanu yəksibun. Qiyamı nə deyir, nitq və deyir, fərəhlənsən ki, mən belə natiqəm, mən belə danışıram. Qiyamətin günündə ağızları bağlayacaq, əlləri, ayaqları danışdıracaq, dəriləri danışdıracaq. Limə şəhiddim əleyhinə. Abi dəriyə deyirsən, sən tək kremliyi mazlayıb saxlayırdım ki, təravətdə olasan, çürüməyəsən, ondan sonra əziyyət çəkməyəsən. İndi durum mənim əleyhimə şəhadət verirsən. Ana kişi belə yoldaşlıq olar. Bir mən özüm danışmıram ki, əntəqən Allah, əntəqə kulləşir. Məni nitqə gətirib, bəli, o Allah ki, hər şeyi danışdırır, dağı, daşı, hamısını danışdırır. Və izr-xoşu hoşirət, belə deyir, vəhşilər də məşhur olacaq, gəlib orada şəhadət verməlidən ötər. İnsan budur da, insan, əleyhissalam deyir, niyə fəxr edirsən sən? Nəyə əsasən fəxr edirsən? Sən əvvəlin cifə, axırın nüftfə, axırın cifə, bəhvə vi'a.